Fövqəladə Hallar Nazirliyində İdarə Rəisi Mayor Toğrul Mehdiyev. Hadisə ilə bağlı ehtimal nədir? Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub. Məlumata bildirilmişdir ki, Nərimanov rayonu Əhməd Rəzəli küçəsində 5 mərtəbəli ofis binasında partlayış baş verib. Bu məlumatdan sonra dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə dərhal cəlb edilmişdir. Hadisə yerinə çatdıqdan sonra hadisə yerinin qiymətləndirilməsi aparılarkən məlum olmuşdur ki, yanğınla müşahidə olunmayan 5 mərtəbəli ofis binasında partlayış baş vermişdir. Təhlükəsizlik tədbirləri görülərək xilasetmə əməliyyatları başlanmışdır. Xilasetmə əməliyyatları zamanı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 7 nəfər zərər çəkmiş xilas edilərək təhlükəsizlik tədbirləri hal-hazırda davam elətdirilir və aidiyyəti üzrə qurumlarda bu barədə yetkin məlumat veriləcək. Nədir, nədən baş verir? Ehtimallarla bağlı araşdırmalar aparılır.